Salam uşaqlar, buraxılış imtahanında Azərbaycan dil fənnindən mətn suallarında niyə çox bal itiririk bilirsiniz? Gəlin şagirdlərin ən çox etdiyi 5 böyük səhvə baxaq və həmin səhvləri düzəldək. Birinci səhv, mətnə əsasən müəyyən edin tipli suallarda şəxsi fikir əsas. Mətndə həmin fikrin doğruluğuna dair heç bir ipucu yoxdursa, həmin fikir reallıqda, həqiqətdə doğru olsa belə, onu doğru cavab götürmək. İkinci səhv, mətni səthi oxumaq. Əvvəlcə mətnə dair sualları diqqətlə oxuyub, nəyi axtaracağımızı müəyyənləşdirmək, daha sonra mətni diqqətlə oxumaq. Üçüncü səhv, inkar tipli suallarda tələsmək uşaqlar. Mətni əsasən müəyyən etmək olmaz, bu mümkün deyil tipli suallarda inkarlıq şəkilsinə və inkarda işlənən sözə xüsusilə diqqət yetirib, mətndə olanı yox, olmayanı cavab seçmək lazım. Dördüncü səhv, müəllifin mövqeyi ilə öz mövqeyimizi eyniləşdirmək. Unutmayın uşaqlar, öz fikrimizi bir kənara qoyuruq, müəllifin fikrini əsas götürürük və tapşırırıq. Və ən nəhayət 5-ci səhv, mətndəki əsas fikirlə digər fikirləri eyniləşdirmək. Mətndəki əsas fikir dedikdə, mətndən çıxan nəticə nəzərdə tutulur uşaqlar. Yəni ideya. Digər fikirlər sadəcə ona gətirib çıxaran nümunələrdir. Və sonda uşaqlar, siz bu 5 səhvdən ən çox hansıları edirsiniz? Videonun şərh bölməsinə yazın, videomuzu bəyənməyi unutmayın.